Hə dostlar, suallar gəlir ki, Almaniyaya necə gələ bilərəm deyə. Almaniyanın əslində gəlməyin çox yolu var. Amma ən çox yayğın olanı bildiyimiz kimi Ausbildung yoludur. Çünki Ausbildung yolundan yaşın əgər 35-dən yüksək deyilsə, 35-dən yüksək gələr də gəlir bəzən, amma 35 yaşa qədər çox rahatlıqla Ausbildung gücü Almaniyaya gələ bilirsiniz. Yəni Ausbildung nədir? Peşə təhsildir və bunun haqqında bir çoxlarınızın məlumatı var. İkinci, işçi kimi gəlmək. Bu çox çətin olsa da bəzən olur. Yəni əgər xüsusi ixtisaslaşdırılmış kadrsızsa, yəni sizin diplomunuz varsa və bu diplom Almaniyada tanınırsa, hər hansısa bir şirkət, firma taparaq rahat şəkildə buradan iş dəvəti, vertraq ala bilərsiniz və Almaniyaya iş vizası, Arbeit vizası alıb gələ bilərsiniz. Üçüncü məsələ, ən çətin yolu ailə birləşməsidir. Misal üçün, sizin yaxın qohumlarınız, yaxın qohum dediyim, birinci dərəcəli qohum. Misal üçün, ana, ata burada işləyirsə, övlad rahat gələ bilir. Amma ər və yaxud da arvad hər hansısa biri buradadırsa, çətin məsələ. Yəni, ər buradadırsa, arvad gəlməlidir və yaxud da arvad buradadırsa, ər gəlməlidir. Bu biraz çox çətin məsələdir. Çünki ailə birləşdirməklə viza almaq bu dəqiqə Almaniyaya demək olar ki, çətin məsələdir. Yəni belə deyim, dəryada bir çöp axtarmaq kimi, nə bilim, samanlıqda bir çöp axtarmaq, iynə axtarmaq kimi bir şeydir. Yəni ən yayğın olanı təhsil vizası, Ausbildung vizası, yəni Ausbildung yolu və iş vizasıdır. Əgər ki bir sualınız olarsa bununla bağlı profildə nömrə olacaq, nömrəyə əlaqə saxlaya bilərsiniz. Mümkün qədər yardım eləməyə çalışacağıq. Təbii ki, pulsuz şəkildə